Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizlərə fevral ayı üçün bürclər haqqında məlumat vermək istəyirəm. Paylaşımları bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Göz haqqı və halallıq olaraq. Fevral ayı üçün xərçəng bürcləri, ümid edirəm Allahın izni ilə inşallah xərçəng bürcləri üçün də uğurlu, ruzu bərəkətli bir ay olar. Rəbbim hər kəsin öz ürəyinə, qəlbinin düşüncələrinə görə müjdəsini versin. Əziz xərçəng bürcləri, ilkin həftəsindən fevral ayının sizi üçün uğursuzluqlar var. Çünki bu uğursuzluqlar iş yerinizdən və görüşdüyünüz qadınlardan, sevdiyiniz xanımlardan aldığınız şeytani əmələ görə öz münasibətlərinizi gücləndirməyi düşünməyin. Çünki onlar sizi bir vampir kimi enerjinizi, sizin qəlbinizin təmizliyini, uğurlarınızı sorurlar, özlərinə götürürlər. Sizi əllərində qul etmək istəyirlər. İkinci həftənin yarısından xoşagəlməz hadisələrlə rastlaşacaqsınız. Polisə müqavimət kimi sizi şərləyəcəklər, ehtiyatlı olun. Çünki bu görüşdüyünüz hər hansısa bir xanımın və yaxud da bir bəyin bir planı olacaq. Sizin üçün artıq elə bir iş yoldaşınız var ki, onun əli ilə bir plan çizilir. Üçüncü, dördüncü həftədən sizin üçün uğur gəlir. Güclü bir uğur sahibi olacaqsınız. İstədikləriniz, uzaq yola görüşünüz, uzaq yola gedişiniz, istirahətiniz düşür. Və Allahın işığı olduğu anda hər hansısa bir günah sahibi olaraq Allahın qəzəbinə tuş gəlməyin. Əziz xərçəng bürcləri, istər qadın, istər bəylər, sizi üçün gözlənilməzdən ailə həyatı, evlad yolu gözləyən insanlar üçünsə evlad müjdəsi olacaq. Fevral ayı üçün şir bürcləri, ümid edirəm Allahın izni ilə şir bürcləri üçün uğurlu, ruzu bərəkətli olar. Rəbbim hər kəsin öz ürəyinə, qəlbinə görə versin, öz istəyinə görə versin. Əziz şir bürcləri, bu ayda sizi sevindirəcəm. İlkin həftəsindən ayın sizdə uğursuzluq kimi görsənsə də, inanın ki mənə, sizə bu ay çox uğurlu və çox gözəl bir aydır. Bir şeyi hatırlatmaq istəyirəm. İstəyir ki, bəy şir bürclərindən doğulanlar, istəyir qadın bürclərindən doğulan insanlar, çoxdandır heç bir işə sahib ola bilməyən, hər hansısa bir iş arxasında gedib %100 alındıra bilməyən insanlar. Unutmayın ki, sizi üçün şeytani əməllər var, cadular var. O cadulara görə təmizlənərək kod qoydurmalısınız, qoruyucu qoydurmalısınız. Birinci həftədən sonra, ikinci həftədən sizin üzərinizdə uğurlar, öz gücünüzlə, öz nailiyyətlərinizi qazanacaqsınız. Amma o insanlar ki var, məndə bu ay heç bir şey olmadı və unutmayın ki, sizdə çox ağır dərəcədə, keskin dərəcədə şeytani əməl var. O şeytani əmələ görə bu ay, fevral ayı çox uğurlu və düşərli bir aydır şir bürcləri üçün. Ona görə də sizlərə düşməyə bilər. Bunu xatırlatmalıyam. Və üçüncü həftəsinin ilkin başlanğıcından sizi üçün uğurlu, uzaq yollar, şanslı yollar düşür. İstər iş üçün, işi olmayanlar üçün gözlənilmədən yüksək bir maaşla sizə iş təklifləri olacaq. Müqavilələr bağlamaq istəyən şir bürcləri üçün uğurludur. Müqavilələrini bağlaya bilərlər. Çünki çox uğur gətirəcək, ruzu bərəkət gətirəcək bir iş müqavilələri olacaq. Hamilə olan və bəzi həkimlərin bu uşaq uğursuzdur deyən şir bürclərində çalışın, həmən panikaya düşməyin. Sizin uşaqlarınız sağlam doğulacaq. Yeni evliliklər, yeni tanışlıqlar olacaq. Tələbə şir bürcləri üçünsə ən uğurlu bir ay olacaq. Fevral ayı üçün qız bürcləri, Allahın izni ilə qız bürcləri üçün də uğurlu bir ay olacaq. Allah hər kəsin öz ürəyinə görə müjdələsin inşallah.
Aziz kız bürcüleri, fevral ayı için sizi uğurludur. Ama onu hatırlatmak isterim ki ister beyler ister hanımlar. Çalışın fevral ayında hiçbir kese şeytani əmələ getməyin, gedəni qaytarmaq üçün və yaxud da kiminsə çörəyi oynamaq üçün bunları etməyin. Çünki karma geri öz ayağınıza qayıdacaq. Ama bu ayda siz için uğur üzerine gələcək. Bəzi insanların müğənni və yaxud da ki aktyor olan insanlarla güzel bir təkliflər alacaqlar. Bəzi ticarətlə məşğul olan hanım və bəylər uğur qazanacaqlar. Ticaret işi kurmak isteyenler uğur kazanacak. Kreditlerimizden, borçlarımızdan vereceksiniz. Evi olmayan kız bürcünden olan beyler ve hanımlar için müjde var. Hipotekada olsa, kreditde olsa ev sahibi olacağız gözlenilmeden. Uzak yol için düşerli bir ayınızdır. Ama çalışan hiç kimsenin günahını, vebalını boynunuza almayın. Tələbə qız bürcüləri, ister oğlan ister hanımlar, size biraz ürək açıcı haber vermeyeceğim. Çünkü ayın yarısına kadar sizde problemler yaşanacak. Çalışın bu problemleri özünüz həll edin ve dərsi nizamına yapışın. Qalan bir qız bürcülərində siz için güzel bir uğur ve nailiyyət gözləyir.